Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala Muhammedin ve alihi tahirin ve lanetullah ala a'daihim ecmaîn. Allahumme accil velikel fərc. İmam-ı Zaman Əcəlallah Fərəcəhin ki, dünyaya gəlməsi haqqında rivayətləri zikr edirdi. Onlardan da biri mərhum Şeyx Tusinin Əl-Qeybədə və Əl-Allah Məclisində ona nisbətən ki, harda nəql etdiyi rivayətdir. Hənzələ bin Zəkəriyyə sənədi ilə nəql olunur. Deməli, qeyd edilir ki, Əhməd ibn Bilal bin Davud Əl-Kəfi Ən-Nəsibi ki, əhl-i sünnələrdən biri idi, əhl-i sünnət etiqadındaydı və əhl-i beyt adına düşmənçiliyi aşkar edirdi, gizlətmirdi o qədər. Mənimlə də dostluğu var idi və İraqlılar kimi mənə öz dostluğunu da, sevgisini də aşkar edirdi. Həmişə mənə görəndə deyir ki, səni sevindirəcək bir xəbərim var, amma danışmıram. Mən də diqqətimi ondan çəkmirdim. Bir gün ki, gizlin bir yerdə bir-birimizlə qarşılaşdıqda ona xahiş elədim ki, bu xəbəri mənə tam danış görüm, o sevindirəcək nədir o danışacağın şey. O da dedi ki, bizim Samiradakı evimiz İbn Rızanın, İbn Rızada məqsəd İmam Həsən Əskəri əleyhissalamdır. Şəxs danışır, həmin bu əhl-i sünnə. Ki, evi ilə üzbəüz idi və uzun müddət orada yox idim, evdə deyildim. Və deyir, Qəzvinə, başqa yerlərə ki, səfərə getmişdim və qaydanda gördüm ki, bütün yaxın qohum-əqrabam dünyasını dəyişib və təkcə mənə böyüdən bir dənə qoca qadın qalıb, onun da bir qızı var. Qız da deyir, lap uşaq yaşlarından iffətli və düzgün xanım idi və evdə cəmi bir neçə kənizimiz qalmışdı. Deyir, mən bir neçə gün onların yanında qaldım, sonra qərar aldım ki, oradan çıxım. Deyir, həmin qoca dedi ki, çox müddət ki, burada olmamısan, nə üçün bu qədər tez tələsirsən ki, gedəsən, burada qal və burada olmağın bizi sevindirir. Mən də deyir, istehza məqsədi ilə ki, təyənə vurmaq kimi ki, dedim ki, Kərbalaya getmək istəyirəm. Cəmaət da həmin deyir, Ərəfədə Şaban ayının 15-i idi, Ərəfə günü münasibətindən Kərbalaya hazırlaşır. Deyir, qoca xanım mənə dedi ki, ey əziz oğlum, səni Allaha tapşıram, sən yüngül danışırsan, ya da məni ələ salırsan. Sən gedəndən 2 il sonra müşahidə etdiyim bir hadisəni sənə danışacağım. Deyir, mən bu evdə dəhlizə yaxın bir yerdə yatmışdım. Qızım da mənimlə bərabər idi. Deyir, bir qədər oyanmışdım ki, gözəl, nurani, simalı, ətirli, təmiz libaslı bir kişi içəri daxil və dedi ki, qonşulardan biri gələcək və səni çağıracaq. Qorxma, onunla get. Deyir, mən qorxdum, qızımı çağırdım, dedim ki, bu şəxsin içəri gəldiyini gördüm, qızım deyir ki, xeyr. Mən deyir, Allahı zikr elədim, Quran oxudum və yatdım. Deyir, təzədən o kişi gəldi məni səsləri, yenə də deyir, qorxudan quzumu qaldırdım. Qızım dedi ki, evdə heç kim yoxdur, heç kim gəlməyib, Allahı zikr elə və yat, qorxma. Deyir, mən yenidən ayı oxudum, yatdım. 3-cü dəfə deyir, həmin kişi gəldi. Və dedi ki, səni çağıran şəxs gəlib qapını döyür, qalx ayağa, onunla get. Deyir, mən də qapını döyülməsini eşitdim, soruşdum, kimdir? Dedi, qorxma, qapını aç. Deyir, yaxınlaşdım, qapını açdım, qapıda uzun libaslı bir xidmətçi var idi. Dedi ki, qonşularından birinin səninlə işi var. Deyir, mən də başımı örtdüm və mənə tanıdığım bir ev apardı. Evin ortasında pərdələr asılmışdı. Orada bir kişi də əyləşmişdi. Xidmətçi pərdəni yuxarı qaldırdı və mənə daxil oldum içəri. Və deyir, içəridə doğuş sancısı çəkən bir qadın var idi. Arxasında bir başqa xanım da əyləşmişdi. Onu nəvaziş eləyirdi, oxşayırdı. Deyir, həmin xanım dedi ki, bizə bu vəziyyətdə kömək edə bilərsən. Deyir, mən lazım olan köməkliyi elədim və uşaq dünyaya gəldi. Mən onu əlimə aldım və oğlandır deyə bəkdən səsləndim. Deyir, başımı pərdənin arxasından çıxardım, orada oturan kişiyə müjdə vermək istədim. Kişi mənə dedi ki, sakit ol. Deyir, həmin o xidmətçi əlimi tutdu, başımı örtdü, evdən çölə çıxartdı və məni evimə yola saldı. Və mənə bir pul kisəsi verdi, dedi ki, gördüyümü də heç kimə danışma. Deyir, evə qayıtdım və yenidən bu otaqda yatağıma uzandım. Qızım deyir, hələ də yuxuda idi. Deyir, onu oyatdım və ona sual edim ki, mənim getməyimlə, qayıtmağımdan xəbərin oldu, yox. Deyir, mən də pul kisəsini açdım, baxdım, orada 10 dinar var idi. Və heç kimə də bunu demədim. İndi isə deyirsən, Kərbalaya getmək məsələsi mənə istehza ilə deyirsən. Amma mən bunu sənə ürək narahatçılığı ilə, yanğısı ilə danışıram. Çünki bu insanların Allah yanında xüsusi məqamı var. Yəni, Əhl-i Beyt əleyhissalam arvad qəsd eləyir həmin qoca. Deyir, onların bütün sözləri və iddiaları həqiqətdir. Mən qoca qadının sözlərindən təəccübləndim. Amma deyir, onu yenə məsxər elədim. Hadisəni deyir, nə zaman baş tutduğunu ondan soruşmadım. Amma yəqinim var idi ki, mən onlardan təqribən 25 il öncə ayrılmışdım. Ki, deyir, Samirəyə qaydanda və qoca qadın bu hadisəni mənə danışanda Hicri 281-ci idi artıq. Və deyir, hətta o vaxtda Ubeydullah bin Süleyman adlı şəxs həmin vaxt vəzir idi.
Deyir, mən Əbülfərəz Müzəffər İbn Əhməd adlı şəxsi də çağırdım ki, o da mənimlə bərabər bu hadisəni həmin xanımın dilindən eşitsin. Ki, bu rivayətdə dediyimiz kimi, həmçinin Şeyx Səduq rəhmətullahi Kəmaləddində başqa bir rivayətdə Muhammed bin Osman ki, əmridən də nəql edir ki, Qaddəsallahu ruhəh İnnehu qalə vulidə seyyid aleyhissalam məxtunən səmutu həkimətə təqul deyir, Muhammed bin Osman əmri nəql edir ki, İmam Zaman Əcəllə fərəcə sünnət olmuş halda dünyaya gəldi və xanım həkimədən belə eşitdim ki, anam məni dünyaya gətirəndən sonra qan görmədi. Və həkəzə səbili ümməhətəl ümməti aleyhissalam. Və imamların, analarının da yolu bu cürdür, yəni onlar da bu cürdürlər. Həmçinin Dəlalül İmamənin də sahibi geniş bir rivayət nəql edibdir. Muhammed bin Qasım Ələvi sənədi ilə deyir, Ələvlərin bəziləri ilə İmam Cavad əleyhissalamın qızı xanım həkimənin yanına gəlmişdi. Xanım dedi ki, məndən Allahın vəlisinin dünyaya gəlməsi barədə soruşmağa gəlmişsiniz. Dedi ki, and olsun Allaha, bəli. Xanım dedi ki, dünən gecə mənim yanımda idi və sizin gəlməyinizi öncədən mənə demişdi. Mənim yanımda Nərdiz adlı bir qız var idi. Kərizlərin arasında onu seçdim, təlim tərbiyəsini öz ixtiyarıma götürdüm və bu vəzifəni heç kəs öhdəsi götürməmişdi. Deyib, bir gün İmam Həsən Əskəri əleyhissalam gəldi və həmin kənizə diqqətlə baxdı. Dedim ki, ey mənim seyyidim, ona ehtiyacınız varmı? İmam buyurdu ki, biz Allahın vəsləri heç kəsə pis nəzərlə baxmarıq. Ona baxışımı təəccübündəndir. Çünki Allahın böyük şəxsiyyəti ondan dünyaya gələcək. Dedim ki, mənim seyyidim, onu sənə göndərimmi? Dedi, atamdan icazat. Deyir, mən qardaşım İmam Hadi əleyhissalamın məhzərinə getdim, içəri daxil olanda. İmam təbəssüm etdi, dedi, ey həkim, mənim yanıma qızın icazəsi üçün gəlmişsən, onu göndər oğlumun yanına. Çünki Allah bu işə səni də şərik etmək istəyir. Yəni, höccətin dünyaya gəlmək işin. Deyir, mən kənizi hazırladım və İmam Həsən Əskəri əleyhissalamın məhzərinə göndərdim və onu hərdən baş çəkib yad eləyirdim, bir növ ziyarət edirdim. Deyir, hər dəfə o Nərdiz xanımın yanına gedəndə o ayağa qalxır, alnımı öpürdü, mən də onun alnını öpürdüm, o mənim əlimini öpürdü, mən onun ayağından öpürdüm, o mənim ayaqqabılarımı cütləmək üçün, düzəltmək üçün əyilirdi, mən ona mani olurdum. Onun əlini ona görə öpürdüm ki, Allahın vəlisinin oğlu əllərin üzərində olacaq. Bir müddət keçdi, qardaşım İmam Hadi əleyhissalam deyir, şəhadətə qovuşdu və mən bir gün İmam Həsən Əskəri əleyhissalam məhzərinə gəldim, dedi ki, ey bəbə, bu gecə Allahın və Rəsulunun yanında böyük bir məqam sahibi olan uşaq dünyaya gələcək. Soruşdum ki, mənim seyyidim bu gecə, dedi ki, bəli. Ayağa qalxdım, xanım Nərdisi öpdüm, onu yan üstə çevirdim, amma hamilə deyildi. Mən də ağama dedim ki, ağam, onda heç bir hamiləlik əlaməti yoxdur. Deyir, təbəssüm etdirdi ki, ey bibi, biz vəsilər analarımızın bətnində deyil, onların yan tərəfində yerləşərik. Deyir, gecə düşdü və onların yanına getdim. Əba Muhammed və Nərdiz hər ikisi mehrabda bütün gecə namaz və ibadətlə məşğul idi və mən onlarla ayaqlaşa bilmirdim. Bəzən yatırdım, bəzən də namaz qılırdım və üzü sübhə doğru vaxt gedirdi. Mən vitr namazının salamını verdim. Xanım Nərdizin namazın qunutunda qışqırdığını gördüm. Kənizdən teşt bir ləyən gətirməsini istədim. Deyir, onu gətirdilər. O ay parçası kimi bir oğlan dünyaya gətirdi. Onun sağ qolunun üstünə yazılmışdı. Ca'al haq və zəhəqəl batil. Haqq gəldi, batil məhv oldu. Həqiqətən də batil məhv olmağa məhkumdur. İsra 81-ci ayəti. Deyir, bir neçə dəqiqə onunla söhbət etdi və birdən təzə dünyaya gəlmiş körpənin ağlamaq səsini eşitdim. Deyir, o özünə qədər olan bütün imamları zikr elədi. Allah dostları üçün dua etdi ki, fərəz onların əli ilə hasil olsun, yəni zühur. Deyir, sonra mənimlə İmam Həsən Əskəri əleyhissalamın arasında bir qaranlıq çöktü. Mən onu görmədim. Dedim ki, ey seyyidim, Allahın o əziz bəndəsi haradadır? Dedi ki, onu elə bir kəs məndən aldı ki, bunu daha çox layiqdir. Deyir, mən qalxdım, evimə qayıtdım, daha onu görmədim. 40 gündən sonra imamın evinə getdim, evdə gəzən balaca bir oğlan gördüm. Bu vaxta qədər ondan gözəl, ondan natiq, ondan daha gözəl səsli bir oğlan görməmişdim. Dedim, ey mənim seyyidim, bu uşaq kimdir? Mən bunun kimi gözəl və ali, natiqli, məlahətli bir səsi olan şəxs görməmişəm. İmam dedi ki, bu Allahın əziz tutduğu həmin uşaqdır. Soruşdum ki, ey sərvərim, o 40 gün bundan qabaq dünyaya gəlsə də belə yer danışır. Bu necə olur? Deyir, İmam təbəssüm elədi, İmam Həsən Əskəri əleyhissalam və dedi ki, ey bibi, məgər bilmirsənmi ki, biz vəsilər bir gündə başqalarının bir həftəyə böyüdüyü qədər, bir həftədə başqalarının bir ayda böyüdüyü qədər, inkişaf etdiyi qədər və bir ayda da başqalarının bir ildə inkişafı qədər biz inkişaf edərik.
Deyir, mən ayağa qalxdım, uşağın başını öpdüm və yenidən evimə döndüm. Sonra yenə onların görüşünə getdim, amma bu dəfə uşağı görmədim. Dedi ki, imama sual deyir ki, ey mənim sərvərim, ey mənim seyyidim, ey İmam Həsən Əskəri əleyhissalam, Allahın dərgahında gəzir uşağı görmürəm. İmam deyir, dedi ki, onu elə bir varlığa tapşırdıq ki, Musanın anası Musanı ona tapşırmışdı. Deyir, mən evə geri döndüm. Bu hadisədən sonra 40 gündən bir onu görürdüm. Və burada rivayətdə qeyd olunan da isə budur ki, təvəllüd hicrətin 257-ci il Şaban ayının 8-də cümə axşamında olmuşdu. Yəni bu ümumi dünyaya gəlmə haqqında rivayətlərdir ki, bax bayaqda biz qeyd etdik ki, o tarix məsələsi ilə bağlı bəzi bu rivayətlər mövcuddur. Və bir başqa rivayətdə də həmçinin Məcmua Nəfisə ki, kitabında Əl-Qabir Rasul və İtrətihi kitabında yenə Həkimə xanımla nəql olunur ki, Qalili Əbu Muhammed deyir, xanım həkimə nəql edir ki, Əbu Muhammed, yəni İmam Həsən Əskəri əleyhissalam mənə dedi ki, bu gecə bizimlə qal, çünki Allah mənim xəlifəmi bu gecədə aşkar edəcək. Deyir, soruşdum ki, kimdən? Dedi, Məlikədən. Dedi ki, axı mən onu hamilə görmürəm. Biz İmam Həsən Əskəri əleyhissalamın yoldaşı, İmam Zaman Əcəlallah Fərcə anasının adları mövzusundakı bunu danışmışdıq əvvəlki mövzuda. Ona görə də bura qayıtmıram ki, Məlikə deyildi. Deyir, xanım həkimə deyir ki, mən onda bir hamiləlik əlaməti görmürəm. La ərabihə həmilən. Deyir, imam da buyurdu ki, ya əmmətü, məsəlühə kəməsəli Ummi Musa aleyhissalam. Deyir, ey bibi, onun məsələsi Musanın anası kimidir, gizli hamiləlikdir. Deyir, gecə yarı keçdi və mən gecə namazını qıldım, öz-özümə düşünürdüm ki, sübh artıq çatır və imamın dediyi hələ baş verməyib. Deyir, bu vaxtda imam mənə səsləndi ki, tələsmə, səbirli ol. Deyir, Məlikə bu an bir an titrədi, onu sinəmə sıxdım. Təvhid və Qədr surəsinə ayət-ül kürsünü tilavət elədim. Bu anda Allahın vəlisinin canişini, yəni xəlifəsi, ana bətrində mənimlə birlikdə həmin ayələr oxudu. Deyir, bütün ev nura qərq oldu və birdən gördüm ki, Allahın vəlisi anasının yanında, qarşısında üzü qibləyə səcdə halındadır. Onu qucağıma götürdüm və Əbu Muhammed, İmam Həsən Əskəri əleyhissalam yəni mənə çağırdı. Dedi, ey bibi, oğlumu tez mənə gətir və onu imamın yanına apardım. İmam deyir, mübarək dilini körpənin ağız səsini toxundurdu. Sonra onu ayaqları üzərine oturdu və buyurdu ki, ey oğlum, Allahın izni ilə danış. Və imam Qəsəs surəsinin mübarək 5 və 6-cı ayələrini tilavət elədi. Deyir, sonra sözünün davamında dedi ki, Allahın salamı və salavatı olsun Muhammed Mustafa'ya sallallahu aleyhi və alihə ki, başladı bir-bir, yəni nə etməyə? Salam göndərməyə. Və Ali'l Murtaza və Fatimə Zəhra və Həsən və Hüseyn və Ali ibn Hüseyn və Muhammed ibn Ali və Cəfər ibn Muhammed və Musa ibn Cəfər və Ali ibn Musa və Muhammed ibn Ali və Ali ibn Muhammed və Həsən ibn Ali əbi aleyhimussalam əcməyin. Bunların hamısına salam və salavat dedi və deyir, bu an yaşıl rəngli quşlar bizim ətrafımızda cəm oldu. Deyir, İmam Həsən Əskəri əleyhissalam dedi ki, onu al və qoru. Deyir, o zamana qədər ki, Allah onun barəsində sənə icazə versin. Allah onun işlərini yerinə yetirsin. Deyir, mən İmam Həsən Əskəri əleyhissalama dedim ki, bu quşlar hardan gəldi? Dedi ki, bu Cəbraildir. Bunlar göndərilən rəhmət mələkləridir. Ki, ey bibi, onun anasına qaytar ki, niyə? Həzrət orada Qəsəs surəsinin 13-cü ayəsini oxuyur. Ki, yəni, beləcə gözü aydın olsun deyə kədərlənməsin, yəni anası kədərlənməsin, necə Musa əleyhissalamın hadisəsində onu ayə tilavət edir. Ki, Allahın vədinin haqq olduğunu bilsin deyə onu anasına qaytardıq, lakin onların əksəriyyəti bunu bilməz. İnsanların çoxluğu. Deyir, mən onu anasına qaytardım, o itaətkar bir körpə idi, onun bütün işləri görülmüşdü, sağ qolun üzərində də yazılmışdı ki, haqq gəldi, batil məhv oldu, həqiqətən də batil məhvə məhkumdur. Və təvəllüdündən 40 gün sonra İmam Həsən Əskəri əleyhissalamın məhzərinə gəldim, seyyidim evdə gəzirdi, təəccüb içində idim, mən ondan daha gözəl danışan birini görməmişdim. Deyir, İmam Həsən Əskəri əleyhissalam təbəssüm etdi və dedi ki, biz imamlar bir gündə başqalarının bir ildə inkişaf etdiyi qədər böyüyərik. Bundan sonra uşağın əhvalını imamdan soruşdum. İmam dedi ki,
onu bir ananın öz övladını tapşırdığı varlığa tapşırmışım. Yəni Musanın anasının tapşırdığı varlığa tapşırmışım. Yəni bu kimi ümumi rivayətlər var ki, dediyimiz kimi o tarix mövzusunu əvvəldə qeyd etdim, amma mətn olaraq bütün rivayətlər deyir ki, bunun qissəsi bu cür baş veribdir və orada xanım həkimi iştirak edir və anası bu şəxsdir, atası İmam Həsən Əskəri əleyhissalamdır və dünyaya gəlməsi də bu cürdür. Burada bir qeyri-adi mövzu olaraq qeyd olunan nəsə irad oluna bilər ki, birdən-birə inkişafı çox sürətlə gedir. Çünki bir günlük inkişaf başqa uşaqların bir həftədəki kimi, bir həftəlik inkişaf başqalarının bir aydakı kimi inkişafı və bir aydakı inkişaf da başqalarının bir ildəki kimi inkişafı kimidir. Mesela İbrahim Aleyhisselamın, Peygamber sallallahu aleyhi ve sellem, Zəhra sallallahu aleyhanın ki, haqqında da bu rivayətlər var. Mesela mətnlərə baxırıq ki, bəs üçün onlar fiziki olaraq çox tez inkişaf ediblər. Hətta Əhl-i Sünnə mənbələrində Dəccalla Salih Aleyhisselamın dəvəsini oturan şəxs barəsində də bu kimi hədislər gəlib. Məsələn, Hakim Nişapurun Müstədrək Əl-Səhhin kitabının 2-ci və 4-cü cildlərində bu mövzuda rivayətlər var. Və bəzi uşaqların qeyri-adi və sürətli fiziki inkişafı məntiq, ağıl baxımından mümkün olsa da, onların praktiki cəhətdən isbat olunması qəti sübutlara əsaslanmalıdır. Yəni, bu kimi hadisə dəqiq təhlil edəndə nəticələr başqa cür olur. Məsələn, biri budur ki, İmam Məhdəd Cəlallah Fərəcəhin uşaq vaxtlarda sürətli və qeyri-adi inkişafını göstərən hədislərin heç biri sənəd baxımından mötəbər deyil. Düzdür, İbrahim Aleyhisselamın belə qeyri-adi böyüməsi bildirən tarixi sənədlər mötəbərdir. Hətta Peyğəmbər Salabatullahın belə sürətli böyüməsi barədə deyilən hədislər də hətta Əhl-i Sünnə kitablarında İbn Həbbanın məsəl üçün səhihində ki, mötəbər sənədlə gəlibdir. Və bu mövzunu önə çəkən tarixi mənbələr bir o qədər də geniş və çox saylı deyildi. Ki, yəni sayları çox deyil. Yəni o əsas kimlər nəql edib? Mərhum Şeyx Səid Kəmaləddində və Şeyx Tusi Əl-Xeybədə. Və həmin mənbələrin sayının az olması tədqiqatlar üçün bu kimi məlumatların mötəbərliyinə inamı azaldıb. Və bu mövzunu göstərən ən qədim mənbə hansı kitabdır? Hüseyn bin Həmman tərəfindən yazılmış Əl-Hidayətur Rah əsəridir. Ki, həmin şəxs ki, dindən çıxmış Qulat şəxslərdən sayılıb və kitabda göstərdiyi nadir hədislər, şaz hədislər və qəbul edilməyən hədislər və onun verdiyi tarixi məlumatların da etimadını azaldıb nəticədə. Hüseyn bin Həmdan Əl-Xəsibi ya Xuseybi Hidayət-ül Kübrə kitabını yazır. Tarixin məşhur quluv əhlindəndir. Ki, mərhum Şeyx Nəcaşi Rizalarına deyir ki, onun batıl ilancları var. Kitab-ül Məsail, Kitab-ı Tarixi Əymə, Kitab-ı Rəsail Təxlid kimi əsərlər yazıb və Qədairi də, İbn Qədairi də deyib ki, yalancıdır, yolunu azmış şəxslərdəndir və ona etibar edilmir. Şeyx Tusi də onun adını deyib, amma haqqında fasid məzhəbdir ya doğru adamdır, heç nə qeyd eləmir. Və Əl-Hidayət-ül Kübrə kitabını da müraciət edənlər deyiblər ki, bu kitabda da açıq-aşkar onun əqidəsini görürük. Bu şəxs Muhammed bin Nəsir kimi azğın və quluv əhlinin dindən çıxanları böyük bir şəxsiyyət kimi tanıdır və hətta Əhl-i Beytin qapısı kimi bildirir və buna görə də bu kitabın və müəllifinin də etibarını azaldır. Və nəticədə İmam Məhdəd Cəlallah Fərəcəhin təvəllüdü qeyri-təbii və qeyri-adi formada təqdim olunmuşdur ki, mötəbər mətnlərdə bütün bunlardan əsər əlamət qalmayıbdır. Məsələn, İmam Məhdəd Cəlallah Fərəcəhin təvəllüdü barədə müəllif yazır ki, biz vəsilər ki, dəstəsi, sürriyyəti dünyaya gəlməmişdən öncə anamızın bətnində olmuruq. Sağ tərəfində oluruq, sağ budunda oluruq. Ki, məsələn, buna görə də yaxud da yazır ki, İmam təvəllüdündən 40 gün sonra artıq yeriyirdi. Yaxud da biz bir gündə başqalarının bir həftədəki inkişafı qədər böyüyürük. Məsələn, bir həftədə bir ilki kimi inkişaf edirik. Ki, bu cür qeydlər artıq bu etibarları azaldı. Buna görə də təhqiqatçıların bir dəstə deyiblər ki, yox, bu etibarlı deyil. Çünki niyə bunu Qulat əhli qeyd edibdir və bunun da etibarlı söykənəcək yeri olmadığı üçün deyilməyibdir. Çünki bu buddan dünyaya gəlmək, sağ buddan dünyaya gəlmək məsələsi də təəssüf ki, bəzi başqa məzhəblərin irad tutduğu mövzulardandır ki, biz dəfələrlə onu qeyd etmişik ki, bu rivayət zəifdir, etibarlı deyil, sahibi də Qulat əhlidir, quluv edəndir və biz onu mötəbər bilmirik. Bizi üçün sadəcə budur ki, eyni
digər oxuduğumuz mötəbər hədislərdəki kimi ki, Musa əleyhissalamın məsələsi kimidir. Necə ki, o anası onu dünyaya gətirəndə heç bir əlamət bilinmirdi və birdən zahir oldu və Musa əleyhissalam dünyaya gəldi. Eyni cürdə bu cürdə, amma sağ buddaydı, sağ tərəfindədir, sağ böyründəydi. Bunlar etibarlı mətin deyil. Bəlkə də olsun ki, hətta onların əlavələridir ki, həmin hissəyə. Hətta deyilir ki, İbn Həmdan bu nasibi şəxs Abbasi xəlifəsi Mu'təzidə beyyət edib və onun tərəfdarlarına olubdu. Hətta bəzi mənbələrdə bu cür gedir. Və beyyət edənlərin arasında rafizlər də var idi. Onlar ümmətin ən ləyaqətsiz şəxsinə beyyət etmişdilər. Mənbələr yazır ki, və bu haqla batılı bir-birinə qatışdırmaqdır ki, və bu da səhv işdir. Məsələn, Qamus-ı Ricalın sahibi bunu qeyd edir. Bu kimi hədislərin içindəki uyğunsuzluq onlara olan etimadı tamamilə aradan aparır. Və bu məsələdə belə deyək də, o uyğunsuzluğun nəticəsidir. Məsələn, təhqiqatçılar deyir ki, əgər mətndə nə keçir? Bir günlük fiziki inkişaf 7 dəfə çox. Yəni, bir həftəlik fiziki inkişafı da 4 dəfə çox. Bir aylıq fiziki inkişafı isə 12 dəfə çox göstərirlər. Yəni, nəticədə bu 3 inkişaf arasındakı əlaqə yaranmır. Əksinə əlaqə, rabitə pozulur. Necə? Məsələn, bir günlük inkişaf başqa uşaqların bir həftəlik inkişafı qədərdirsə, yəni belə çıxır ki, imamların bir həftəlik inkişafı başqalarının 7 həftədəki inkişafı qədər olmalıdır. Amma mətnlərdə deyilir ki, bu 1 ay kimidir. Bir ayda da 4 həftə var da, düzdür, 7 yox. Nəticədə 7 olmalıdır. Nəticədə bu uyğunsuzluq nə olur? Yaranır. Yəni, uyğunluq pozulur. Yaxud məsələn, deyək ki, belə deyək də, deyilir ki, məsəl üçün, Peyğəmbər sallallahu fiziki inkişafını deyiblər ki, bir gündə 1 ay qədər, 1 ayda 1 il qədər böyük, amma o uşaq idi. Yəni, deməli, Peyğəmbər 1 yaşında elə bil 12 yaşlı uşaq kimi olmalıydı. 1 yaşında olan uşaq, elə bil uşağın 12 yaşdakı uşaq qədər yemək yeməsi istehsa olunur. Düzdür? Məsəl üçün, bunu götürürlər, deyirlər ki, bu uyğun gəlmir. Yaxud xanım Zəhra Samrayhanın heykəl inkişafı, izdivacda da kiçik olması ilə uzlaşmır. Baxırlar ki, Peyğəmbər sallallahu xanım Zəhra Samrayhan İmam Əlidən öncəki ilçəni rədd edir, o kiçik idi. Amma əvvəldən nə deyilir? İnkişaf bu cür gedir. Bu ziddiyyəti yaranır və ziddiyyətə görə də irad tuturlar. Və yaxud da Peyğəmbər İbrahim əleyhissalam da belə deyək də, fiziki inkişafını göstərən tarixi məlumatlar da həmçinin. İbrahim əleyhissalam mağaranın içindədir, heç vaxt ulduz, ay və günəş görmür. İbrahim əleyhissalamın qaranlıq bir mağarada böyüməsini göstərmək zahiri budur ki, Quranın Ənam surəsinin 76-cı ayəsi barəsində keçən məzmundur. Həmin ayda İbrahim əleyhissalam deyir ki, bu mənim Rəbbimdir, mən qurub edənləri sevmirəm. Buna görə deyilir. Bu hədislər İmam Zaman Əcəlullah Fərizənin təbii inkişafına dəlalət edən digər hədislərdən ziddiyyət göstərir. Ki, məsələn, Yaqub bin Manquşun rəvayət elədiyi rivayət. O deyir ki, İmam Həsən Əskəri əleyhissalamın evində görərkən ona xəması qulamı deyir. Və əlavə edir ki, sözünə, İmam Məhdi Əcəlullah Fərizi atasının qucağında oturmuşdu. Amma Səd ibn Abdullah Qumminin hədisinə baxsaq, o deyir ki, İmam Məhdi atasının qucağında oturduğunu görür və deyir ki, Alə fəxəzəhil əyməni quləmin. İmam Həsən Əskərin sağ tərəfində, sağ qucağında, sağ diz üstündə bir oğlan uşağı oturmuşdu. Deməli, tarixi mənbələrdə göstərir ki, İmam Məhdi Əcəlullah Fərizi atasına cənazə namazı qılanda ona səbiyyun bivəcihihi səmurəh, qarabuğdayı, simalı bir uşaq deyiblər və səbi deyiblər. Həmçinin İmam Cavad əleyhissalamın uşaqlıq illərini təsvir edən hədislərdə baxanda qeyri-adi fiziki inkişafını bildirən tarixi mənbələr inkar olunur, görürsən, zahirən, yəni ziddiyyət yaranır. Və İmam Məhdi Əcəlullah Fərizənin sürətli və qeyri-adi inkişafını göstərən tarixi mənbədə də həmçinin yazılır ki, İmam Həsən Əskəri əleyhissalamın bibisi Həkimə xanım bu hadisədən təəccüblənir və İmam Həsən Əskəri əleyhissalama deyir. İmam da belə deyir ki, biz imamlar bir gündə başqalarının bir ildəki inkişafı qədər inkişaf edirik və bunu da irad tutanlar deyirlər ki, təhqiqatçılar ki, bu düzgün olmaz. Çünki əgər belə olsaydı İmam Cavad əleyhissalamın qızı olan Həkimə xanım yaşca böyük olduğu üçün İmam Hadi əleyhissalamın, İmam Həsən Əskəri əleyhissalamın uşaqlıq illərindəki qeyri-adi fiziki inkişafını xatırlayır və heç də təəccüblənməzdi.
Buna şahid olmuş olsaydı İmam Mehdəd Cəlal Fərəcəhin də belə qeyri-adi inkişafında təəccüblənmək yersiz olardı. Çünki digər imamlar axı görmüşdü bu cür. Əgər bütün imamların əleyhissalamın sürətli və qeyri-adi böyüməsi həqiqət idisə, təhqiqatçılar deyir ki, onların sayının çox olmasını və bu məsələnin xüsusi maraq və təəccüb yaratmasını nəzərə alaraq şübhəsiz ki, tarixdə bunu göstərən hadisələr və rivayətlərin sayı da çox olardı. Yəni, bütün tarixi sənədlərdə, rivayətlərin çoxunda bu hadisə qeyd edilərdi. Halbuki bu olduqca azdır və imamların, peyğəmbərlərin uşaq yaşlarında qeyri-adi inkişaf etməsini qeyd etməkdə məqsəd, bəlkə də onların orta inkişaf həddindən nisbətən çox inkişaf etməsini bildirməkdir. Yəni, mümkündür ki, bütün bunlar mötəbər səhih hədisdə sayılmasa da vəsf xarakterli olsun. Məsələn, ki, bu məsələ var ədiblərin yanında, şairlərin, məsələn, yazıçıların yanında ki, məsələn, vəsf eləyəndə bir nəfəri, yəni bir növ belə deyək də, çox inkişaf eləməsi mənasında ki, deyərlər ki, mənim oğlumun üzü sanki 14 gecəlik ay kimidir və bir illik gəncliyini sanki bir ayda ötürür ki, mahiyyət olaraq. Ki, bu bir vəsf xarakterli olsun. Yəni, ona görə də bu qeyri-adi inkişaf məsələsində də bir növ bu iradlar göstərilir. Və digər biz baxdıqda görürük ki, həmçinin İmam Zaman Cəlal Fərəcəhin dünyaya gələndən sonra dərhal danışması var ki, məsələn, mərhum Şeyx Sadıq Səyyaridən nəql edir, Kəmaləddin və Təmamül Ninədə ki, nədir bu? Ki, Nəsim adlı şəxs və bir də Mariya adlı xanım danışır ki, İmam Zamanın anasının bətnindən çıxandan sonra düz üstə oturması və iki əlini düz uzadaraq asqırması və deməsi ki, Elhamdülillahi Rabbil alemin ve sallallahu ala Muhammedin ve alih za'amete zulümatu enne hüccetallah dahidetun lav uzina lana fil kelami lezale şekku ki ilahi bizim Peyğəmbərimiz Muhammedə və onun əhl-i beytinə salavat göndər. Allahı yad edən bəndə təkəbbürlü olmaz. Zülümkarlar belə düşünüblər, zənn ediblər ki, Allahın yer üzündə olan hüccəti məhv olub. Əgər bizə danışmaq icazəsi verilsəydi, şübhəsiz ki, bu tərəddüdlər aradan, şəklər aradan qalxardı, aradan gedərdi. Çünki İmam dünyaya gələndə biz görürük ki, mötəbər rivayətlər göstərir ki, İmam danışır. Məsələn, Kəmaləddində, yenə Qiyas ibn Useyddən nəql olunan başqa bir rivayətdə ki, Muhammed ibn Osman Əmri nəql edir ki, onun yanındaydım, bəs İmam Həsən Əskərisin canişini Məhdi, yəni xəlifəsi Məhdəd Cəlal Fərəcə dünyaya gələndə başının üzərindən asmana qədər uzanan bir nur parlayırdı sanki və üzü üstə yerə düşdü səcdə, yəni getdi və ki, Alimran Surəsinin 18 və 19-cu ayələrini tilavət elədi. Ayələri oxudu, başını qaldırdı və imamın təvəllüd günü cümə günü idi. Və kənə mevliduhu yevməl cümə. Və hətta Şeyx Sadıq rəhmətullah aleyh ki, İbrahim bin Nəsimdən yəni, nəql etdiyi rivayət var. İmam Həsən Əskəri xidmətçi olub bu şəxs. İmam Məhdəd Cəlal Fərəcəhi nəql edir ki, dünyaya gəldikdən sonra bir gecə imamın məzhərinə getdim, söhbət əsasında asqırdım. İmam mənə dedi ki, Allah sənə rəhmət eləsin, yaxud mərhəmət eləsin. Bu cür kəlmə işlədi. Yəni, yərhəmukəllah. Yərhəmukəllah, yəni bu bizdə deyirik ya, sünnədir. Yəni, asqıran adam desin, əlhəmdülillah, eşidən mümin müsəlman desin, həmin şəxsə yərhəmukəllah. Yaxud biz sağlam ol ki, deyirik, həmin bu kəlmədən qaynaqlanır. Yəni, imamın deyir, bu sözünə sevindim, sonra mənə dedi ki, sənə asqırmaq, səbir gətirmək ki, barəsində, yəni ətəs barəsində müjdə vereyim, bəşarət verim, dedim, bəli, ey mənim Mövlam, dedi ki, bu 3 gün ərzində ölümdən amanda qalmağın göstəricisidir. Mərhum Şeyx Tusi də Əl-Qeybədə Muhammed bin Yaqub sənədi ilə ki, ta gəlir, İmam Həsən Əskəri xidmətçisi Nəsimdən nəql edir ki, o deyir, daxaltu alə sahibi zaman aleyhissalam bə'də mevlidihi bi əşril ləyal. Ki, İmam Zaman Cəlal Fərəcəhin dünyaya gəlməsindən 10 gecə sonra onun məhsərinə gəldim, daxil oldum yanına və onun yanında asqırdım. Yəni, İmam Həsən Əskəri əleyhissalam. Deyir, İmam da dedi ki, Allah sənə rəhm eləsin, yərhəmukəllah, fərihtu bizəlikə. Və mən buna sevindim. İmam sözünə dedi, davamında dedi ki, asqırmaq barədə sənə bir
gözəl söz deyim, qəşəng bir müjdə verim. Dedim ki, bəli, dedi, bu 3 gün ölümdən amanda qalmağın əlamətidir. Və bu rivayətlər də göstərir ki, nədir? İmam dünyaya gəldikdən sonra dərhal danışır. Və bu indi rivayətlərə biz baxırıq ki, İmam Mehdi Cəlal Fərəcə anadan ondan sonra dərhal möcüzəvi şəkildə danışmağa başlayır və gələcəkdə onun vasitəsilə bütün dünyada baş verəcək bir gedişatdan danışır ki, mən zühur edəcəm və nələr edəcəm. Deməli, burada nəsil nədir? Yeri doğulmuş körpənin danışması adi halda baş verməsi də bu ağıl baxımından qeyri-mümkün sayılmır, yəni mümkün bir şeydir. Bəzən Allahın hikməti bunu tələb edir ki, öz qüdrətini və bəzi peyğəmbərlərin Allah dostlarının ilahi şəxsiyyəti tanıtmaq üçün körpəni danışdırsın. Bizdə ki, İsa Aleyhisselam beşikdə danışdı. Və həmçinin bütün İslam məzhəblərinin mənbələrindəki rivayət əsasən tarixdə körpənin danışması kimi hallar baş veribdir. Ki, Yusuf Aleyhisselamın Yusuf surəsi 26-cı ayədə var, Yusuf Aleyhisselamın hadisəsində uşağın danışması. Və həmçinin müxtəlif rivayətlər var ki, bizim də mənbələrimizdə, İhticaz kitabında, Biharul Anvarda, Ravdatul Vaizində, Kafidə, məsələn, ki, nədir? Peyğəmbər Səlavatıllahın, Əleyhisselamın, İmam Kazım Əleyhisselamın, İmam Cavad Əleyhisselamın körpə ikən danışmağı. Və buna görə də deyirik ki, körpənin danışmağı mümkündür, bunda heç bir şübhə yoxdur və buna da qəbul etmək heç bir ağla və dəlillərə zidd deyil. Yəni, İmam Mehdi Cəlal Fərəcə anadan ondan sonra dərhal danışmasını göstərən mötəbər hədislər qəbuldur və buna görə də bu baxımdan biz deyirik ki, bunun baş verməsini də mümkün hesab edə bilər. Hətta bəzi bu rivayətləri, ağanın danışmağını bildirən rivayətləri zəif hesab edənlər belə olsa, mətn baxımından deyirik ki, bunun heç bir işğalı və eybi yoxdur. Ona görə də bunu qəbul edirik. Elhamdülillah Rabbil aləmin.